Artıq bir il ərzində ölkəyə gömrük rüsumundan azad olmaqla bir ədəd mobil telefon gətirmək mümkün olacaq. Dövlət Gömrük Komitəsi gömrük rüsumlarına tətbiq edilən güzəştlərlə bağlı qaydalara dəyişiklik edib. Əvvəlki qaydalara əsasən isə bir təqvim ay ərzində gömrük rüsumundan azad olmaqla bir ədəd mobil telefonun ölkəyə gətirilməsinə icazə verilirdi. Fiziki şəxslər tərəfindən hər təqvim ili ərzində bir dəfə gətirilən mobil cihaz müəyyən olunmuş hədlər çərçivəsində, yəni özləri ilə gətirildikdə 800 ABŞ dollar ekvivalenti məbləğində, beynəlxalq post göndərişləri və ya daşıyıcı şirkətlər vasitəsilə sifariş edildikdə isə 300 ABŞ dollar ekvivalenti məbləğində gömrük ödənişlərindən azad edilir. Yeni dəyişiklik fiziki şəxslər tərəfindən mobil cihazların şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilməsində hər hansı bir say məhdudiyyəti üçün nəzərdə tutulmuyor. Sadəcə olaraq qeyd olunur ki, bir ədəd mobil cihaz hər təqvim ili ərzində güzəşt tətbiq olunur. Bir ədəddən artıq olan hissəsinə isə sadələşmiş qaydada gömrük ödənişləri tətbiq edilir. Ekspertlərin fikrincə, yeni qaydaların məqsədi mobil telefonların ölkəyə idxal prosesini şəffaflaşdırmaq və qeyri-rəsmi satışların qarşısını almaqdır. Şəxsi istifadə adı ilə bir çox məsələn şəxslər və yaxud da ki fiziki və yaxud hüquqi şəxslər məhsulları gətirib artıq real olaraq satışa çıxarmış olurlar və beləliklə onların maya dəyəri daha ucuz başa gəlir və bu rəsmi işləyən şirkətlərə mənfi təsir göstərir. Belə o hallar olmasın deyə bu qaydalar daha çox sərtləşdirildi. Beləliklə, şəxsi istifadə üçün ölkəyə gətirilən mobil telefonun dəyəri 800 ABŞ dollarını aşarsa, məsələn 1000 dollar olarsa, bu zaman 800 dollar məbləği çıxılmaqla qalan 200 dollar üçün gömrük rüsumu ödəniləcək.